Hər vaxtınız xeyir olsun dəyərli dövlət qulluğuna hazırlaşan namizədlər. Biz bu dəfə Konstitusiya çərçivəsində maddə 35-dən 51-ci maddələrə qədər olan izahları verəcəm. Bizim İRFA Akademiya görürsüz, ixtisas seçimi, dövlət qulluğu, vergi, miqrasiya, digər işə qəbul imtahanları, xarici dillər, dillər üzrə özünüzü təkmilləşdirə bilərsiniz, MIQ, sertifikasiya, abituriyent hazırlığı, mühasibat, maliyyə və digər hazırlarımız mövcuddur. Həm onlayn, həm əyani şəkildə dərslərimizə yazıla bilərsiniz. Həmçinin dövlət qulluğu dərsləri əminliklə bizim bu dərslərə yazılıb, ümumiyyətlə özünüzü dövlət qulluqçusu kimi görmək istəyirsinizsə, asan, qısa formada belə deyək, bu addımlarınızı bizimlə reallaşdıra bilərsiniz. Bu gün də maraqlı mövzularla qarşınızda olacağam. Xüsusən də bu maddələr daha çox tələbləri bir növ çətinə salan mövzulardır. Amma yenə də biz maksimum daha asan və alternativ yollarla izahlar verməyə çalışacağıq. YouTube kanalımı izləyin, eləcə digər sosial şəbəkələrdə Rizvan Fikrətoğlu hesablarımı izləyə bilərsiniz və bununla da belə deyək, təhsillə bağlı yeniliklərdən xəbərdar olmuş olasınız. Əvvəlki mövzumuzda biz maddə 26-dan 34-ə qədər izah eləmişdik. İndi isə maddə 35-dən, yəni əmək hüququndan etibarən ta ki maddə deməli 80 daha doğrusu 51-ə qədər olan izahlarla tanış olacağıq və eləcə də əmək hüququndan başlayırıq. Deməli, dəyərli yoldaşlar, burada ilk cümləmiz budur ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Baxın, burada fərdi və bu da ictimai. Yəni, əmək insanın həm öz dolanışığını təmin edir, həm də cəmiyyətin inkişafı üçün bir növ əsas yaradır. Yəni insan belə deyək, işləməklə həm ailəsini saxlayır, həm ehtiyaclarını qarşılayır, eyni zamanda cəmiyyətə fayda verir. Məsələn, mən işləyirəm, gedib restoranda otururam və yemək yeyirəm, restorana pul ödəyirəm. Həmçinin restoran öz işçilərinə və digər ərzaqlar alır, ona pul verir. Yəni belə bir ifadə verir. İnsanlar bir-birini dolandırır. Təxmin onun kimi bir şey. Hər kəs, yəni hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə məşğuliyyəti və iş yeri seçmək hüququ var. Heç kəs zorla işlədilmir, əmək müqaviləsi sərbəst bağlanır. Yəni səni kimsə əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz və heç kəs əmək müqaviləsi dediyim kimi bağlamağa məcbur edilmir. Yoldaşlar, burada baxın, insanlar üç halda pulsuz işlədilə bilər. Üç halda pulsuz. Birincisi, məhkəmə qərarı olarsa, şərt və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, yəni elə bir məhkəmə iş kəsmir əvəzinə məcburi əməyə cəlb edir. Hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrini yerinə yetirilməsi qədər işlətmək, məsələn, komandirin hər hansı bir əmr verə bilər. Fövqəladə vəziyyət zamanı və e, hərbi vəziyyət hərbi vəziyyət burada vətəndaşlar tələb olunan işləri gördürmək halları. Tutalım, zəlzələ baş verib və burada sizin iştirakçınız önəmlidir və bu baxımdan sizə müəyyən işləri gördürə bilərlər. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ var. Hazırda Azərbaycanda 2025-ci ildə və minimum əmək haqqı 400 manatdır. Yəni bundan aşağı sizə əgər tam ştat işlədirlərsə, bundan aşağı pul verməməlidirlər. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır və dövlət deyir ki, mən işsizliyin aradan qaldırılması üçün bütün imkanlarımdan istifadə edirəm. Yəni dövlət işsizləri işlə təmin eləmək, həmçinin mövcud bütün imkanlardan istifadə edir bu nöqteyi nəzərə. Məsələn, yeni iş yerləri yaradır, peşə hazırlıq kursları təşkil edir, həmçinin iş axtaranlara kömək edir. Burada məqsəd insanların işləməni və dolanışını təmin etməkdir. Tətil hüququ sizin bildiyiniz bu istirahət deyil, yəni etirazla əlaqəli bir şeydir. Hər kəs tək başına özü və yaxud da başqa ilə birlikdə tətil etmək hüququ vardır. Yəni tətil burada yoldaşlar, əmək qanunvericiliyinə əsasən kollektiv və fərdi mübahisələri həll etmək məqsədi ilə bir növ işçilərin müvəqqəti olaraq öz əmək funksiyasının icrasından tam və yaxud da qismən könüllü imtina etməsidir. Ümumiyyətlə, hər kəs iş şəraitindən narazıdırsa, təbii ki, tək başına və yaxud da başqalarıyla birlikdə işdən imtina eləyərək
etirazını göstərə bilər. Bu işçilərin bir növ öz hüquqlarını qorumaq və iş yerində ədalətli şərait tələb etmək üçün qanunla tanınmış hüquqdur. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmə hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Məsələn, siz həkimsiniz, cərrahsınız, kimisə kəsib doğramısınız. Qəfildən ağlınıza gəlir ki, ayda müdür etmədən bu ay maaşımı kəsib. Bıçağı orada atıb çıxıb gedirsiniz, deyirsiniz mən tətil edirəm. Bu tətildir yoxsa cinayətdir? Və yaxud da başqa bir misal, tutalım siz işıq idarəsində bir səlahiyyət sahibisiniz. Nəsə narazılığınız var, ölkəni qaranlığa qoyursunuz. Bu artıq tətil deyil, xəyanətdir. Bu olmaz. Bir də Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət edən həm hərbi qulluqçular, həm də mülki şəxslər tətil edilməz. Çünki bu ordunun bir növ davamlılığını təmin etməkdir. Əgər fərdi və kollektiv əmək mübahisəsi yaranıbsa, bu qanunla müəyyənləşdirilmiş qaydada həll olunur. Yəni işçilərlə işə götürən arasında fərdi və kollektiv yaranan əmək problemi varsa, bu qanunda göstərilən qaydada həll edilməlidir. Yəni mübahisələr qanunsuz yolla deyil, rəsmi prosedurlarla, məsələn, məhkəmə və yaxud da əmək münasibətlərini həll edən orqanlar vasitəsilə həll oluna bilər. Həmçinin qanunla müəyyən edilmiş hallar istisna olmaqla lockout qadağandır. Yəni istisna halı var, amma lockout qadağan hesab olunur. Lockout ümumiyyətlə nədir? Burada işçilər tərəfindən keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədi ilə mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılmasıdır. Burada məqsəd, belə deyək, işçi tələblərinin yerinə yetirilməsinin bir növ işötürənin imkanına uyğun deyil. Yaxud işçilərin qanunsuz tətil etdiyi hallarda bir növ öz mənafeyini qorumasıdır işötürənin. Və qanuna görə də yalnız bu xüsusi hallarda mümkündür. Yəni adi hallarda qadağandır. İstirahət hüququna keçid edirik. Hər kəsin bir növ istirahət hüququ var. Əmək müqaviləsində işləyənlərin qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü var. Yəni 8 saatdan çox işçini işlətmək olmaz. Həmçinin onun istirahət və bayram günləri var. Hansı vəzifədə işləməyindən asılı olmayaraq ildə ən azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Bu əsasən fəhlə aşağı kateqoriyalara aid 21 gün. Digər vəzifələrdə elə vəzifə var, şurada 30 gün, staja görə də dəyişir, 40 gün və daha çox olan məzuniyyət var. Ödənişli məzuniyyət onun pulu ödənilir. Yəni onun gəlmədiyi gündən həmin o minimum 21 təqvim gündən söhbət gedir. Baxın, bu təqvim günüdür. Ha, ay mənim 5 günüm bazar gününə düşdü, bayrama düşdü, dəxlə çıxdı. Bu təqvim günüdür. Yəni bunun pulu sizə ödənilir. Gəldik sosial təminat hüququ. Hər kəsin sosial təminat hüququ var. Yəni hər bir insanın sosial təminat hüququ ona görə var ki, yəni xəstəlikdir, işsizlikdir, əlillikdir və yaxud da yaşlılıq kimi hallarda dövlət tərəfindən ona maddi və sosial yardım göstərilməlidir. Bu insanların belə deyək, həyat şəraitini qorumaq üçün qanunda tanınmış bir növ hüquq hesab olunur. Yardıma möhtac olanlara kömək eləmək İlk növbədə onların ailə üzvlərinin borcudur. Ata, ana, qardaş, bacı və s. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, indi bizdə deyəsən kişilər 65, qadınlar 63 olmalıdır, səhv etmirəmsə, və yaxud da xəstəliyinə görə, əlilliyinə görə, ailə başçısını itirdiyinə görə, əmək qabiliyyətini itirdiyinə görə, işsizliyə görə və qanun nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Yəni, qanun deyir ki, nə qədər olsun. Dövlət deyir ki, mən xeyriyyəçiliyin tərəfdarıyam, lehinəyəm. Və dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün bir növ imkanlar yaradır. Gəldik sağlam ətraf mühitdə yaşamaq hüququ maddəsinə. Yoldaşlar, hər kəsin sağlam mühitdə yaşamaq hüququ vardır. Yəni burada hər bir belə deyək, insan təhlükəsiz, sağlam ətraf mühitdə yaşamaq hüququna malikdir. Yəni hava, su və torpaq təmiz olmalıdır. İnsanların sağlamlığına zərər vurulmamalıdır. Və hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq, ekoloji hüquq pozma ilə əlaqədar onun sağlamlığına, əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Məsələn, belə deyirəm, mənim
tarlamın belə deyək, torpaq sahəmdə əkin əkmişəm. Hər hansısa bir zavad həddindən artıq tüstü çıxarmaqla həmin əkini yararsız hala salır. Mən bunun əvəzini almaq hüququm var. Və hər kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə bilməz və yaxud da zərər vura bilməz. Bax, adi maşının kurşlayandan əlavə bir tüstü, artıq tüstü çıxanda polis onu cərimələyir. Yəni ətraf mühitə ziyan vurur ona görə. Dövlət ekoloji tarazlığın saxlanılması, yabani bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş bir növlərinin qorunmasına təminat verir. Onlar elə bir heyvanlar, elə bir bitkilərdir ki, onların nəsli tükənməyə üzrədir və yaxud da Azərbaycanda onların sayı olduqca azdır. Mədəniyyət hüququ hər kəsin mədəni həyatda iştirak eləmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır. Yəni hər bir insan mədəni həyata qatıla bilər. Muzey, kitabxana, teatr kimi mədəniyyət müəssisələrindən istifadə etmək hüququna malikdir. Yəni hər kəs sənət və mədəni sərvətlərdən faydalana bilər. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalıdır, ona qayğı göstərməlidir. Tarix və mədəniyyət abidələrini qorunmalıdır. Baxın, burada mənəvi abidə yazsa səhvdir. Mənəvi abidə məsələn sənin Məhəmməd Peyğəmbər. Məhəmməd Peyğəmbər ona kimsə üzr istəyirəm, əgər əlavə bir fikir ifadə bildirirsə, artıq o bir növ sənin inancına ziddir. Və buna hörmətlə yanaşmalıdır hər kəs. Amma qorumağa gələndə isə burada tarix və mədəniyyət abidələridir. Da mənəvi abidə deyə bir şey olmur. O mənəvi sənin qəlbində olan bir şeydir. Sağlamlığın qorunması hüququ hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Yəni hər bir insan sağlamlığını qorumaq və lazım olduğu tibbi yardım almaq hüququna malik olmasını konstitusiya təsdiqləyir. Xəstəxanada həkimə müraciət etmək, müalicə almaq sənin bir növ hüququn hesab olunur. Dövlət deyir ki, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür. Müxtəlif mülkiyyət növü burada dövlət, xüsusi bələdiyyə mülkiyyətindən gedir. Özəl xəstəxanalar var. Məsələn, bilin ki, o xüsusi mülkiyyətdir. Sanitar epidemiologiya salamatlığına təminat verir. Tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. Baxın, sanitariya, epidemiologiya sağlamlığı demir ha, salamatlığı deyir. Çünki salamatlıq bir növ əşyaya aiddir, sağlamlıq insana aiddir. İnsanların həyatı və sağlamlığı görürsünüz, insanda sağlamlıq deyir. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər, baxın, fiziki hüquqi şəxs demir, vəzifəli şəxsdir. Bunlar qanun əsasında məsuliyyətə cəlb edilirlər. Bu nə deməkdir? Yəni, məsələn, tutalım xəstəxanada infeksiyaya yoluxmuş xəstələr haqqında məlumatı direktor gizlədir və yaxud da səhiyyə işçisi var və bunu gizlədir. İnsanlar bu xəstəliyə onda yoluxa bilər. Belə hallarda həmin vəzifəli şəxslər qanunla məsuliyyətə cəlb olunurlar. Cərimə və ya işdən çıxarma, hətta həbs oluna bilərlər. Gəldik təhsil hüququ. Hər bir vətəndaşın, bu artıq vətəndaşa aiddir, təhsil almaq hüququ var. Yəni Azərbaycan Respublikası öz vətəndaşlarının təhsil almasına cavabdehdir. Dövlət pulsuz icbari ümumi orta, yəni 9 illik belə deyək, ümumi orta təhsil almaq hüququnu təmin edir. 9 illik məcburidir, icbaridir. 10-11 artıq özün bilərsən, peşə məktəbinə get və yaxud da oxu. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Yəni dövlət bütün təhsil müəssisələrinə nəzarət eləyir, məktəblərdə, universitetlərdə tədrisin keyfiyyətinə və qanunlara uyğunluğuna baxır. Bu təhsilin düzgün və bərabər səviyyədə aparılmasını təmin edir. Yəni sadəcə qanun baxımından bu nəzarət bir növ dövlətin ümumi funksiyası kimi göstərilir. Amma Elm və Təhsil Nazirliyi isə bu funksiyanı icra edən bir qurum hesab olunur. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilinin davam etdirilməsinə dövlət zəmanət verir. Və məsələn, belə deyək də, tutalım, mən kasıb adamam və mən yığmışam 300 bal, amma sən varlısan, yığmışsan 400 bal. Kodlaşmada necədir ixtisas seçimində? 400 bal pulsuza düşür, 300 bal pulluya. Kasıb necə, ayda o varlıdır, o pulsuz oxuyur, mən kasıb pullu.
Dövlət deyir, mən maddi vəziyyətinə baxmıram ki, bundan asılı olmayaraq, sənin istedadın varsa, mən sənin təhsil haqqını universitetə ödəyirəm. Və dövlət minimum təhsil standartlarını müəyyən edir. Yəni minimum standart dedikdə hər bir şagirdin təhsil alarkən əlavə imkanlardan asılı olmayaraq bir növ əldə etməli olduğu əsas bilik və bacarıqlar nəzərdə tutulur. Yəni məktəb fərqli səviyyədə olsa da, hər kəs bu minimum bilikləri öyrənməlidir. Sən artıq əlavə kurslara gedirsən, əlavə kitab alarsan, bu sənin öz işindir. Yolun açıq olsun. Mənzil hüququ heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilmir. Dövlət yaşayış binaların və evlərin tikintisinə rəvac verir. Rəvac sözü tək burada işlənir. Yəni şərait yaradır, belə deyək. İnsanların mənzil hüququnun gerçəkləşdirilməsi üçün xüsusi tədbirlər görür. Yəni dövlət deyir ki, yoldaşlar, dövlət yeni yaşayış kompleksləri tikir, onları vətəndaşlara müəyyən güzəştlərlə və yaxud da elə tam öz məbləğinə satır. Evlər üçün güzəştli kredit və subsidiyalar verərək insanların ev sahibi olmasını asanlaşdırır. Sosial mənzillər yaradaraq az təminatlı ailələr üçün mənzil almaq imkanı yaratır. Məsələn, üçün MİDA var və yaxud da ki, digər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi görürsünüz ki, güzəştli mənzilləri satışa çıxarır və s. Milli mənsubiyyət hüququ var. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ var. Ümumiyyətlə, milli mənsubiyyət bir insanın xalqa, millətə və ya etnik qrupa aid olduğunu göstərir. Məsələn, əgər bir insan Azərbaycan xalqına aiddirsə, onun milli mənsubiyyəti Azərbaycanlıdır. Məsələn, digər bir misal, bir şəxs özünü Tatar, Kürd, Rus və yaxud da başqa millətə aid edirsə, bu onun milli mənsubiyyətdir. Yəni bu insanların etnik və mədəni kimliyini göstərən bir xüsusiyyətdir. Və dövlət deyir ki, heç kəs milli mənsubiyyətini dəyişməyə məcbur edilə bilməz. Kimsə gəlib deyə bilməz ki, sən tatarsan, mütləq Azərbaycan və yaxud da Rus ol. Bu konstitusiyada bir növ sizin hüququnuzu bu formada qoruyur ki, hüququnuz pozulmasın. Ana dildən istifadə hüququ, hər kəsin ana dilindən istifadə etmə hüququ var. Məsələn, mən rusamsa, tataramsa, talışamsa öz ana dilindən istifadə etmə hüququm var. Hər kəs istədiyi dildə tərbiyə, təhsil ala bilər, həmçinin yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məcbur edilə bilməz. Digər bir məsələ yoldaşlar, şərəf və ləyaqətin müdafiəsi hüququdur. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Yəni yoldaşlar, hər bir şəxs bir növ cəmiyyətdə hörmətlə ona rəftar eləməliyik, alçatmamalıyıq, təhqir və böhtana məruz qalmamalıdır. Kimsə onun şərəf və ləyaqətini, yəni kimisə şərəf və ləyaqətini alçaldan hərəkət və yaxud da ifadə ilə qarşılayarsa, o bunu qanuni yollarla şəxs özünü müdafiə edə bilər. Bu müdafiə məhkəməyə müraciət, təksib tələb etmə və yaxud da mənəvi ziyan ödənilməsi, digər hüquqi mexanizmlər vasitəsilə bir növ həyata keçirilə bilər. Bu hüquq ümumiyyətlə insanın şəxsi toxunulmazlığının, eləcə də mənəvi dəyərlərinin və cəmiyyətdəki nüfuzunun qorunmasına xidmət edir. Həmçinin hüquqi dövlətin əsas prinsipi sayılır. E, Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsan neynəsə, ən ağır cinayət törətsə belə onun şəxsiyyətinin ləyaqətini alçaltmaq olmaz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Şəxsin özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və yaxud da başqa təcrübələr aparıla bilməz. Məsələn, kiməsə deyə bilməli ki, yeni bir vaksin növü çıxıb. Gəl bu dərmanı sənə vura görək necə olacaq. Yəni bir növ o belə deyək də onu təcrübə dovşanı kimi eləmək konstitusiya qadağan edir. Yoldaşlar, bizim konstitusiyada 5 azadlığımız var. 5 azadlığımız var. Biz hüquqlar sırasında azadlıqdan da danışacağıq. Birincisi fikir və söz azadlığıdır. Hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikrini və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilməz. Kimsə deyə bilməz ki, sən niyə bu fikirdəsən? Yox, dəyiş bu fikirdə ol. Buna sizi heç kim məcbur edə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyarlara əsaslanan, bax bunlara diqqətlə baxın ha. Birdən bura yazdı etnik. Neyləyəcəksiniz? Səhv olacaq. Nədirsə odur.
Və bu kimi meyarlara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata, təbliğata yol verilmir. Yəni bu normal yoldaşlar cəmiyyətdə bir növ bərabərliyi, tolerantlığı və ictimai sülhü qorumağa xidmət edir. İrqi, milli, dini, sosial və ya hər hansı digər əlamətə görə insanlar arasında nifrət, ədavət və düşmənçilik yaradan çağırışlar, çıxışlar və təbliğat qadağandır. Fikir və söz azadlığı mövcud olsa da, ümumiyyətlə bu azadlıq insanları bir-birinə qarşı qoymaq, ayrı-seçkilik, zorakılığa sövq etmək üçün istifadə edilə bilməz. Belə fəaliyyətlər cəmiyyətin birliyinə, təhlükəsizliyinə və insan hüquqlarına bir növ zidd hesab olunur. Vicdan azadlığına gələk. Vicdan azadlığı bir növ dinlə bağlı olan bir məsələdir. Hər kəsin vicdan azadlığı var. Yəni hər bir şəxs öz vicdanına uyğun düşünə bilər, inana bilər və seçim etmək hüququna malikdir. Ümumiyyətlə insan istədiyi dini qəbul eləyə bilər və yaxud da heç bir dinə inanmaya bilər, dini baxışlarını dəyişə bilər və yaxud da onları ümumiyyətlə ifadə etməyə bilər. Bizdə var, deyir mən müsəlmanam, amma müsəlmanlığın şərtini yerinə yetirmir. Bir də ona oxşayır. Vicdan azadlığı insanın daxili inamına, mənəvi seçimlərinə dövlət və cəmiyyət tərəfindən müdafiə edilməməsini təmin. Yəni burada insan özü bilər. Ona insana bir növ sərbəstlik verir. Məsələn üçün şəxs hər hansı dinə inanmadığını bildirə bilər və buna görə onu heç kim təzyiq eləyə bilməz. Və yaxud da vətəndaş dini ayinləri yerinə yetirir və buna görə ayrı seçkiyə məruz qala bilməz. İnsan əvvəlki dini baxışını dəyişir və bu seçimə görə bir növ məsuliyyət daşımır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə tək başına, məsələn, evdə namaz qılır və ya başqalarla birlikdə etiqad eləmək, məsələn, məsciddə cümə namazı qılır, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətlə bağlı əqidəsini ifadə edə bilər və yaxud da yaymaq hüququ var. Baxın yoldaşlar, söhbət azadlıqdan gedir, vicdan azadlığı. Amma biz burada hüquqdan danışırıq. Yəni birdən bura azadlıq yazsa səhvdir. Dini mərasimlərin yerinə yetirilməsi olar. O halda ki, ictimai qaydanı pozmursa və yaxud da ictimai əxlaqa zidd deyilsə sərbəstdir. Kimsə bir din kəşf edir, deyir, mənim dinim deyir ki, soyun küçədə gəz. Axı bu düzgün deyil. Bu din olsa belə düzgün deyil. Ona görə bu ictimai əxlaqı, ictimai qaydanı pozur. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmamalıdır. E, yəni sənin dini etiqadın var, əqidən var. Yəni insanları dini baxışına əsas gətirərək cinayət törədə bilməz məsələn və yaxud da başqasının hüquqlarını poza bilməz. İctimai nizamı pozmaq üçün hərəkət eləyə bilməz. Tutalım belə deyil, şəxs dini inanclarını əsas gətirərək başqasına zor tətbiq edə bilməz, əmlakını zədələyə bilməz, kimsə dini etiqadına görə vergidən yayına bilməz və yaxud da qanunsuz fəaliyyətlə məşğul ola bilməz. Bu düzgün hesab edilmir. Yoldaşlar, heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə, yəni nümayiş etdirməyə, dini mərasimləri yerinə yetirməyə və yaxud da dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Mənim dostumun tutalım anası rəhmətə edib, kimsə məni onun mərasiminə məcbur aparırsa bu olmaz. Bu mənim vicdan azadlığımı pozmuş olur. Sərbəst toplaşma azadlığı bir növ orada tətil hüququ da var idi, yadınızdadırsa. Tətil hüququ tək başına və başqalarıyla birləşməkdir, amma sərbəst toplaşmaq adından gördüyü kimi toplaşmaq. Bu başqalarıyla birlikdədir. O başqa bir şeydir. İşlə bağlı idi, maaşla bağlı idi, narazılıq idi. Bu tamamilə fərqli bir anlayışdır. Hər kəs başqalarıyla birlikdə sərbəst toplaşmaq azadlığı var. Hər kəsin başqalarıyla birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərti ilə dinc silahsız yığışa bilər, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirə bilər, piketlər düzələ bilər, belə bir hüququ var. Yəni yoldaşlar, ümumiyyətlə hər bir şəxs belə deyək də yığıncaq, mitinq, iclas və digər kollektiv tədbirlər təşkil etmə hüququna malikdir. Bu hüququ bir növ insanların fikirlərini paylaşmaq, ümumi maraqlar ətrafında birləşmək və cəmiyyətə təsir göstərmək imkanı təmin edir. Həmçinin
insanlara narazılıq varsa o narazılığı dilə gətirirlər. Yəni məsələn, tutalım vətəndaşlar parkda və yaxud da açıq meydanda bir növ ictimai mövzulara bağlı görüş keçirə bilər, etiraz bildirə bilər, işçilər əmək haqqı məsələsinə bağlı toplantı təşkil edə bilər və s. Məlumat azadlığı hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq, yaymaq azadlığı var. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Nədir kütləvi informasiya, nədir kütləvi informasiya vasitələri? Kütləvi informasiya məlumat axınıdır. Yəni bura televiziya, radio və sair bütün məlumatdır. Kütləvi informasiya vasitələri bir növ aparatın özüdür. Yəni o məlumatın kütləvi informasiya vasitələrində məsələn qəzetdə o məlumat çıxır. Yəni bir növ o kütləvi informasiyanın cəmləşdiyi nəsnə kütləvi informasiya vasitələri, yəni mediadır. Dövlət senzurasında məsələn dövlət deyə bilməz ki, məsələn ictimai kanal və yaxud da ATV kanalı filan məlumatı vermir. Yəni dövlət bir növ məlumat azadlığının qarşısını almır. Ona qarışmır. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən, onun hüquqlarını pozan və yaxud da mənafelərini, baxın, hüquq və mənafe, bura azadlıq salsa səhvdir. Hüquqlarını pozan və yaxud da mənafelərinə xələl gətirən məlumatı təkzib, yəni inkar edə bilər və yaxud da ona cavab vermək hüququna təminat verilir. Bax, bu da hüquqdur ha. Azadlıq maddəsidir, hüquqdan danışırıq. Və azadlığın ən son 5-ci azadlıq yaradıcılıq azadlığıdır. Hər kəsin belə deyək, yaradıcılıq azadlığı var. Dövlət ədəbi bədii, elmi texniki və başqa yaradıcılıq növlərinin azad testdə sərbəst düşə bilər. Həyata keçirilməsə təminat verir, testdə zəmanət yaradır düşə bilər, düzgün deyil. Bu ədəbi bədii, elmi texniki sözlərinə qarışdırırlar. Məsələn, ədəbi elmi düşür, bədii texniki düşür, ehtiyatlı olun. Bax, d, b, b-dır. Bax, b, d, d, bunlar bir yerdədir. Ədəbi bədii. Bu da belə. Növbəti video dərslərimizdə təbii ki, dərslərimizin davamı olacaq. Kanalımı izləyin, eləcə də sosial şəbəkələrdə məni izləyin ki, təhsillə bağlı bütün məlumatlardan vaxtında xəbər tutmuş olarsınız. Dərslərimizə yazılmaq üçün 051 346 1438 mobil nömrəmə müraciət edə bilərsiniz. Sağ olun, özünüzü qoruyun.